Aprelin 3-də Prezident İlham Əliyev tərəfindən açılışı olan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə, Nazirliyin aidiyyatı struktur bölmə əməkdaşları, peşə təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər. Əsas məqsəd peşə təhsili sahəsində həyata keçirilən islahatlar, regionlarda müasir peşə tədrisi imkanları və tələbələr üçün yaradılmış şəraitlə yaxından tanışlığın təmin edilməsidir. İnfotur çərçivəsində Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə tərəfindən regionlarda peşə təhsili, imkanlar və perspektivlər mövzusunda təqdimat edilib. Burada gördüyünüz məktəb çox yenidir, müasirdir və 2025-ci ilin sonunda ölkə başçısının aidiyyatı sərəncamı ilə 26-30-cu illərdə biz 21 məktəbi tikəcəyik, 2 məktəbi əsaslı təmir edəcəyik və toplam 23 belə məktəb yəqin ki, istifadəyə verməyimizlə bağlı planımız var. Və bu da Azərbaycan Respublikasının 27-30-cu illərdəki strategiyasında öz əksini tapacaqdır. Ümumilikdə qeyd edim ki, peşə təhsilinə olan maraq böyükdür. Xüsusilə regionlarda iş imkanlarının artırılması nöqteyi nəzərindən, regionların sosial-iqtisadi inkişaf nöqteyi nəzərindən peşə təhsil müəssisələri çox vacib rol oynayır və növbəti illərdə yəqin ki, hər iqtisadi rayonda ən azı 1 və ya 2 belə yeni müasir təhsil müəssisəsi, peşə təhsil müəssisəsi istifadəyə veriləcəkdir. İştirakçılar infotur çərçivəsində mərkəzin maddi-texniki bazası və tədris mühiti ilə yaxından tanış olublar. Qeyd olunub ki, ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidən qurmadan sonra korpusların sayı 7-yə çatdırılıb. Burada 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, IT texnologiyaları və alternativ enerji istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir. Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramlarla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kiber təhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xəttlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur. İnfoturun davamında müxtəlif ixtisas istiqamətləri üzrə təşkil olunan master-klasslar izlənilib. Bu çərçivədə bitkiçilik, istixana şəraitində təlim, açıq havada təşkil olunan dərs prosesi, sinifdaxili tədris nümunələri, hərbi və idman hazırlığı, eləcə də dərzi, bərbər, geyim üzrə dizayner, aşpaz və qənnadi ixtisaslar üzrə tələbələrin praktiki məşğələləri nümayiş etdirilib. İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV, Lənkəran.